bugün Yusuf mənim dedi. Bugün səhər tezdən bütün göstəriş verilib dəyirmanlara. Əlavə dəyər vericisi ləğv olunub. İndi axşam görəcəksiniz. 26 24 manat indi biraz da düşəcək aşağı. Əməkdaş qalmış. Bir daha da o. Yenə Allah atasını rəhmət versin. Amin. Allah canını sağ eləsin prezidentimizin. Qardaşım. Bir daha da. Yenə endirin. 5 manatda endirin. Sakit. Bir. Xahiş edirəm bir oğlum. Böyüklər var. Asaq buyurun. Mən 2 dəfə aparatdan çıxıb Allah kömək olsun sənə. Mənim evimdə bəli nə qaz var, nə işıq var. Bir də 12 ildir anam paraliz döşəkdədir. Allah kömək olsun. Acından ölür. Mən şey yemişəm. Məni iştiraf edirlər. Qolu çürümüş. Kim iştiraf edib? Turak. Kömək eləyərik. Narahat olma. Gəlmə eləyib, sənə pulu verdim, tapşırdım. İndi burada cəmaatın qabağında. Bu cəmaatın qabağında sən alıb çaxır gedib vuracaqsan. Buna bax, bu cəmaatın adından bir çaxır pulu üçün belə hərəkət eləmək olmaz. Ona görə buyur get. Gələrsə qəbul eləyərəm. Mən də əlləmdə. Başa düşdüm bu cəmaatın adına. 2 dəfə aparatdan çıxıb Gələrsən qəbul eləyərəm. O gün rast gəldim, verdim, getdim. İndi çıxışını verdi. Yenə gəl. İndi biz gedirik dükana sabah un almağa, düzdür? Allah kömək olsun. Mənə deyəcək dükandakı 30 manatdır, düzdür? Lap deyək 25 manat. Bəli. 18 manatlı qəpik idi, fakt. Bəli. Mən o vaxtı kimə müraciət edib Bizə, bunu? Yusuf müəllimə. Onu məsələn. Reysə, Telman müəllim. Üzr istəyirəm mən. Hər şey var. Bir, xahiş edirəm. Bir dənə maşın ki aptekçika var idi, düzdür? 4 manat 50 qəpik idi bizdə apteklərdə. Bir gün içində 25-30 manat eləyirlər bunu. Niyə eləyirlər? Bunu bilən yox. Oğlum, adın nədir sənin? Mənim adım Qoşqar. Hələ hal olanda, hörmətli Telman müəllim, reis, promo gedin oynayın, Yusuf müəllim yanına. Mənim yanıma. Bununla qazımı kəsirlər. Ödəniş eləyə bilmirəm, iş yerim yox, dolana bilmirəm. Sən gələrsən mənim yanıma. Hardadır Hədiyyə gəl. Sən gəl mənim yanıma, bu hamı. Gəl mənim yanıma gəl.